Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla bahalı vasitələr olmadan qaz sobasının tutulmuş gözlərin yağ və kirdən necə təmizləyirəm, onu sizə çəkib göstərəcəm. Əvvəlcə qazın metal hissəciklərini salfan paketin içərisinə yığıram. Üzərinə biraz sirkə əlavə edirəm. Təxminən 2 yemək qaşığı da çay sodası əlavə edirəm. Sodanı sirkə ilə bu cür qarışdırdıqdan sonra üzərinə 1 yemək qaşığı yağ çözücü, 1 qaşıq da adi limon duzu əlavə edirəm. Əgər yağ çözücü yoxdursa, onu qab şampunu ilə də əvəz edə bilərsiniz. Görürsünüz, get-gedə qıcqırma prosesi başlayır. Salafanı kip şəkildə bağlayıram. On 15-20 dəqiqə saxladıqdan sonra həmin məhluldan qazın gözənəklərinin içərisinə əlavə edirəm. 2-3 dəqiqə saxlayıb sonra adi süngər yardımı ilə təmizləyirəm. Bunu etdikdə mütləq elektrik naqilindən çıxartmaq lazımdır. Bu üsulla dibdə qalan bütün yağ və kirlər hamısı çıxmış olur. Sonda dəsmalla qurulayıram. Eyni məhlulla qazın üzərindəki dəmir setkanı da təmizlədim. Dibdə qalan xırda kirləri isə qulaq çöpü yardımı ilə təmizləyirəm. Görürsünüz, tərtəmiz oldu. Üzərində bir dənə də olsun yağ, kir hissəciyi qalmadı. Dibdə qalan yağ və kirlər təmizləndiyi üçün qazın gözləri açıldı. Əvvəlkindən daha yaxşı yanacaqdır. Görürsünüz, çox gözəl yanır. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, bəyənməyi unutmayın.